Salam, hər vaxtınız xeyir. Biz bugünkü videoda kinin bağlayıcı yoxsa ədat olması məsələsinə toxunacağıq. Kini cümlənin sonunda görəndə biz ona nə deyirik? Ədat deyirik. Bir mənalı olaraq ədat deyirik. Ki cümlənin ortasında gələrsə, özündən əvvəl xəbər gəldiyi məqamlarda kiyə bağlayıcı deyəcəyik. Baxın bu nümunədəki kimi. Kidən əvvəl bilirəm xəbəri gəlib. Deməli, nədir burada? Ki bağlayıcıdır. Kini cümlənin ortasında gördük. Özündən əvvəl xəbər yox. Xəbər gəlməzsə, həmin məqamda kiyə nə deyəcəyik? Ədat deyəcəyik. Baxın, ki cümlənin ortasındadır və özündən əvvəl xəbər gəlmədiyinə görə biz burada kiyə nə deyirik? Ədat deyirik. Və ki təkrarlanan sözlərdə, təkrarlanan sözlərin arasında işlənəndə, ondan sonra vergül qoyulsa belə kiyə orada ədat deyirik. Baxın, işlər düzəlmir ki, düzəlmir. Buradakı kidən sonra vergül qoyulsa belə bədii məqsədə xidmət etdiyinə görə, yəni bədii məqsəd üçün istifadə olunub, orada ki cümlələri bir-birinə bağlamır və yaxud sözləri bir-birinə bağlamağa xidmət etmədiyinə görə burada kiyə nə deyirik? Ədat deyirik.